Danışır Mahaçqala, axşamınız xeyir olsun hörmətli dinləyicilər. Dağıstan Radiosu ilə Azərbaycan dilində verilişə başlayırıq. Mikrofon qarşısında jurnalist Zöhrəm Musayeva, rejissor pult arxasında Mina xanım Mamayeva. Respublika rəhbəri Ramazan Abdullatipov Hidrometeoroloji Mərkəzinin həyətində Port Petrovskun, sonralar isə məlum olduğu kimi Mahaçqala şəhərinin təşkili şərəfinə memorial daşın qoyuluşu mərasimində iştirak edib. 1844-cü ildə Anji Arka yüksəkliyində Rus qalası, daha dəqiq desək Petrovsk hərbi istehkamından şəhər tarixi baş alır. Şəhər böyüyür, Dağıstan vilayətinin sənaye, ticarət və mədəniyyət mərkəzinə çevrilirdi. 19-cu əsrin sonunda bu şəhərcik əksər hissəsi Rus tacirlərindən, Ermənistanlı və İranlı alverişlərdən ibarət 2000 nəfərin yaşadığı ərazi idi. Əhalinin yalnız 10%-ni etnik Dağıstanlılar təşkil edirdi. Bugün Mahaçqala milyon nəfərə yaxın əhalisi olan şəhərdir. Respublika rəhbəri Mahaçqala limanını Port Petrovsk adlandırmağı, eləcə də şəhərin tarixi hissəsinin rekonstruksiyasına başlamağı təklif edib. Bu mənada o, paytaxtın Buynaqs küçəsinin yerləşdiyi ərazini mağazaların və əyləncə mərkəzlərinin yerləşdiyi nəqliyatsız küçəyə çevirmək təşəbbüsünü irəli sürüb. Respublika üzrə Federal Antimonopol Xidmət İdarəsi noyabr ayının 11-dən dekabr ayının 6-sınadək Dağıstan üzrə Federal Dövlət Qeydiyyatı, Kadastr və Kartografiya Federal Kadastr Palatasının rəqabətin müdafiəsi barədə 135 nömrəli federal qanuna riayəti çərçivəsində planlı yoxlama keçirəcək. Yoxlamalar gedişində idarənin 2011-ci ilin noyabr ayından 2014-cü ilin noyabr ayınadək iş fəaliyyəti əhatə olunacaq. Bu idarə tərəfindən hüquqları pozulmuş Dağıstanlılar şikayət məktubları ilə antimonopol xidmətinə müraciət edə bilərlər. İdarənin verdiyi məlumata əsasən şikayətlər yazılı formada Mahaçqalanın mərkəzi meydanında şəhər müdiriyyəti binasında qəbul edilir. Əlavə məlumat almaq üçün 67 20 95 nömrəli telefona zəng vura bilərsiniz. Mahaçqalada keçirilmiş Zirvə Ümumrusiya Tədris Forumuna Altay diyarından Tver və Rostov vilayətlərindən, eləcə də ölkənin digər regionlarından, yaxın və uzaq xaricdən nümayəndələr toplaşmışdı. Tədbir iştirakçıları ilk növbədə Dağıstan xalqlarının adət-ənənələri, mədəniyyəti ilə tanışlıq əldə edib, milli mətbəxin ləziz yeməklərini dada biliblər. İkinci dəfə keçirilən forum iş keyfiyyətini ön plana çəkir. Dağıstanın etnomədəniyyətinin təqdimat mərasimindən sonra qonaqları Rusiya xalqlarının mədəniyyət və folklor incəsənəti konsertinə dəvət etmişlər. Forum 5 gün davam edib. Bu günlər ərzində maraqlı, rəngarəng tədbirlər bir-birini əvəz edib. Tarixi yerlərə, o cümlədən Dərbəndə ekskursiyada olmuş forum iştirakçıları Dağlar diyarı barədə tamamilə yeni təəssüratlarla geri qayıtmışlar. Ötən ayın son günündə Dərbənd rayon müdiriyyət rəhbəri vəzifəsini icra edən Əli Xaspolatov yenidən əvvəllər olduğu kimi birinci müavin vəzifəsini yerinə yetirir. O, öz sərəncamı ilə Dərbənd rayon müdiriyyət rəhbəri vəzifəsini icra etməyi Tatlar Aqrofirmasının keçmiş direktoru Yəhya Məhəmməd Ərəfiyeviç Hacıyevə həvalə edib. Elə ötən şənbə günü Tatlar, Ullu Tərəkəmə, Zidyan, Bilici, Bərikey və digər kəndlərin sakinləri Yəhya Hacıyevlə görüşə toplaşmışdı. Yığıncaqda çıxış edən Əli Xaspolatov ona mənəvi yaxud qüvvə təsiri göstərilmədiyini, bütün məşvərətlərin rayon aktivi ilə keçirildiyini bəyan etdi. O qeyd etdi ki, Respublika rəhbəri tərəfindən müxtəlif sahələrdə, o cümlədən kadr siyasətində əsaslı dəyişikliklər tətbiq edilir. Bir sıra bələdiyyə qurumlarında həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilmiş yeniliklər artıq müşahidə olunur. Dərbənd rayonunda kadr siyasəti məsələlərində yerli əhali və Respublika rəhbərliyi eyni mövqeyə malikdir. Yəhya Hacıyevin Dərbənd rayon rəhbəri vəzifəsinə müvəqqəti təyinini isə Əli Xaspolatov belə aydınlaşdırıb. 2 sərəncam imzalayaraq ilk sərəncamla Yəhya Hacıyevi rayon müdiriyyət rəhbərinin müavini vəzifəsinə təyin etdim. 2014-cü il oktyabr ayının 31-i tarixli ikinci sərəncamla isə ona rayon rəhbəri vəzifəsinin icrasını həvalə etmişəm.
Mahaçqalada Dostluq evində Milli Geyim və Milli Alətlər Laboratoriyasının təqdimatı mərasimi keçib. Qızlar avar, dargi, kumuk, lak, milli geyimlərini nümayiş etdirmişlər. Parçaların çeşidi, rəngarəngliyi, biçim forması, naxışların müxtəlifliyi və bəzək əşyaları, bütün bunlar canlı musiqi sədaları altında nümayiş etdirilib. Tamaşaçıların fikrincə, qadın milli geyimləri bugünədək özünə məxsusiliyini və etnik xüsusiyyətlərini qoruyub saxlayıb. Geyimlərin bəzəyi və rəngləri çox hallarda qadının yaşından, onun sosial statusundan, maddi rifahından xəbər verirdi. Siz son xəbərləri dinlədiniz.